Xəbər verdiyimiz kimi Astarada yaxın qohum olan 2 balıqçı dənizə çıxıb və 2 gündür onlardan heç bir xəbər yoxdur. Bugün balıqçıların axtarışına helikopter cəlb olunub. ...48 saatdan çoxdur ki, itkin düşmüş hesab edilən balıqçıların axtarışları davam etdirilir. Bugün Fövqəladə Hallar Nazirliyinin helikopteri əraziyə cəlb olunub. Axtarışlar davam etdirilir. Balıqçıların yaxınları da ərazidə axtarış aparır. Dənizdən qayıdan balıqçılar deyir ki, onların balıq tutduqları yerlərə baxıblar. Amma nə qayıqlarına, nə də qayıq olan ləvazimatlara rast gəliblər. Mən elə bilirəm ki, 100% İrana çıxıb bu. Külək aparır bunu İrana. O lotka ona görə ki, batmayan lotkadır. Ona görə ki, o linerdir, İran lineridir. Yaşırlar, onlar İrandadırlar. Vertolyotlar, gəmilər, hamı gəzirlər. Mən üzüm 30 il dənizə gedirəm, ancaq belə külək çox güclü külək idi. Qeyd edək ki, balıqçılar 28 yaşlı Turan Həsənov və 26 yaşlı Ağadədə Həsənov dekabrın 9-da itkin düşüblər. Rövşən Almazoğlu, Diana Cəlali, Spice Xəbər, Astara.